Hər birinizə salam dostlar. Topqapı sarayındayıq. Yenə dünənki olaylardan sonra gəldik və bizi pulsuz buraxdılar. Çox gözəl. Burada bir abi var idi. Bizə də 2 biletlər neyinirsiniz? İndi harem bölgəsindəyik. Hansı ki harem bölgəsində giriş pulluydu, amma bizə pulsuz daxil olduq. Harem bölgəsini gəzirik. Daha sonra keçəcəyik yenə o biri avlulara. Bu şəkildə gedək. Yenə videoları komplektləşdirilmiş şəkildə bildirəcəm sizə. Göstərəcəm. Harem bölməsinə daxil oluruq Topqapıda. Deyəcəm. Zülüflü baltacılar ocağına daxil oluruq. Qoğuş. 3-cü Mustafa'nın tuğrası yer alır. Bağlı. Bu qapıların arxasında pilləkən oldu da yəqin. Ümumi harem bölgəsi çox böyükdür. Orada hamam idi. Daxil çıxırıq çölə belə deyək. O çox böyükdür. Bu getdikcə gedir. Şal kapısı. Oha. Deyəsən bura hələ davam eləyir. Gedək. Burada məşqxanədir. Musiqi otağı kimi gedir. Burada harem bölgəsinə aid pərdə qapısı adlanan yerdir. Haremin ikinci hissəsi. Eşitdiklərimə əsasən. Bura bayaq daxil olduğumuz yerin içərisidir. Hələ də harem bölgəsindəyik. İndi harem cümlə qapısına keçirik. Daxil oluruq. Harem cümlə qapısından daxil oluruq.
Kara kızlar arası. Yemek servisi, tabaklar. Bunlar qablar imiş deməli. Ona görə ondan geyimlər o boydadır. Buraya qab olar. Validə Sultanın hamamına daxil oluruq. Bura hünkar sofrası otağıdır. Burada deməli ad günlərinin qeyd olunması, bayramlarda toplanma yeri olub. Deməli hünkar ailəsi, yəni şahın ailəsi burada otururmuş. Musiqiçilər yuxarıda və müxtəlif tədbirlər burada keçirilir. Olduğumuz yer Mabeyn Taşlığı və Gözdələr dairəsi adlanırmış. Bir növ belə deyək, harem bölümünün həyəti kimi düşünmək olar. Və burada mənzərə yenə Qalata Kulesi, həmçinin İstanbul boğazı, Qalata körpüsü olsun. Ora açılan mənzərə. Və həmçinin aşağıda hovuz, məscid bu şəkildə. Burada da Validə Sultan mənzərəni izləyir. Gedək digər bölümlərdə daxil olaq. Hasıda quşağına girmək üçün sıra gözləyirik. Sıranı görə bilərsiniz. Həmçinin digər yerlərdə də sıra çoxdur. Dostlar, müqəddəs əşyalar bölümündəyik. Burada İslam dininə aid müxtəlif əşyalar, bir növ qənimətlər deyək və yaxud da hökmdarın istəyi ilə gətirilmiş əşyalar var. Həmçinin Kəbədən gətirilmiş müxtəlif əşyalar, hissələr. Məsələn, Həzrəti Musanın asası. Hazreti Musa'nın asası. Hazreti Musa peygamberin. Kimindir? Ha, gördüm. Deməli bu Həzrəti Yahya'nın qol və kafatası kemikləri. Onun içindeki kafatası kemiği. El kemiği nerede? Burada işte o altında kol gibi bir şey var ya bak. Orasında pencere açmışlar, oradan görünüyor kemikleri. Burada Peyğəmbərin ayaq izi. Həmçinin örnəkləri. Destimal kalıpları. Destimal nədir tam olaraq başa düşmədim.
Bunlar peyğəmbərlərin qəbir örtükləridir. Buna da Həzrəti İbrahimin taş təncərəsi yazmışlar. Bu şəkildə. Həzrəti Davudun qılıncı. Kur'an-ı Kerim, Etrafındaki altından Hacrül Esved'in son altın Hacı-ül Esved'in muhafızı. son altın muhafızasıymış. Kəbənin maketi. Ve Kur'an 7'si ilk Məhəmməd Peyğəmbərin qılıncları. Bunların hepsi bizim peygamberimiz. Həmçinin başmaqlar. Ayakkabılar. Bu şəkildə. Bunlar Həzrəti Əliyə aiddir. Həzrəti Fatimənin sandığı. Fatimənin hırkası. Adım adım ilerleyelim lütfen. Fotoğraf video için zaman kaybetmeyelim. Hızlı fotoğraf çekelim. Bölümlerde yoğunluk var. Bütün önlerinde çok beklemeyelim lütfen. Keep going please. Step by step. Don't wait. Al fotoğraf go. İnşallah oxunmasa da maksimum baxmağa çalışın. Çıxışa doğru gedək. Bu qədər. Kurs odasından bu qədər. Bura Rəvan köşküdür. Burada Sultan 1-ci Ahmetin taxtını görürsüz. Bu şəkildə. Həmçinin Rəvan köşkünə baxa bilərsiniz. Bu şəkildə. Çox gözəl bağçası var. Həqiqətən. Qaradənizlə Mərmərə dənizini birləşdirən İstanbul boğazı. Topkapı Sarayının mutfaq hissəsidir. Mutfaq, sofra, araç gereçləri. Süzgəcdir, təncərə, bıçaqlar, baltalar. Açışamız yok. Gətir də bunu. Bu nədir? Süfrə... İyi gəlir, amma qoxu gəlir. Turş bir qoxu gəlir. Qoş, bu nədir? Sofra altı, bir də gümüş sini. Süfrə altı və gümüş sini. Həmçinin burada başqa sinilər var. Podnislər. İkinci hissə mutfaqa yerində helvahanə. Burada məlumatları görə bilərsiniz.
Demək, dostlar, burada çox yəni tikilinin mimarı Mimar Sinan olub, memarı. Bakır tavalar. Bunun üstünü göstərdim. Reçelci. Qonşu toy qazanlarına oxşuyur. Hə? Gör nə bu, onun ağırlığı da var, Nərman. Bu nədir? Mərmər tezgah. Halva pişirir bax, helvacı. Dur bekle sonra bekle. Nevroziyelik. Porselen. Çin. Helva, macun taşı. Macunluk. İlaç şişesi. Digər saray mutfağıdır. Yine böyük bir ərazi bizi qarşılayır. Əsasən mətbəx belə deyək, qab-qacaqlar burada daha çoxdur. Gümüşləyən, ibrik, hamısı gümüş. Bu şəkildə. Həmçinin podnoslar, qab-qacaq, çəngəl. On 19-cu əsrə aid qaşıqlar. Bu da 19-cu əsrə. Bu şəkildə. Ancaq qab-qacaq. Amma çox gözəldir, yəni naxışlarına falan baxsaz. Necə kimi qalıblar yəni. Səyahətimiz, turumuz burada yekunlaşır. Çox gözəl. Gedin baxın da. Bu qədər. Ərazisi çox böyükdür, çox genişdir. Hədsiz çox insan var, turist var. Yəni baxın, göstərim. Çox hədsiz çox, yəni turist var. Baxın o sıradır. Oydu o. Yaxşı elə vaxtında gəldik. Gəzdik. Bu qədər. Belə. Amcacığım, nə yapıyorsun? Dostlar, növbəyə baxa bilərsiniz. Oradan düz bura qədər. Hamı Topkapıya daxil olmaq üçün sıra gözləyir. Çox adam var, çox. Təəssüratlarınız Nərman bəy? Azərbaycan Gözlə bura olaraq keçək. bu qədər növbədən kənar. Bəli, necə oldu? Situasiyanı danışın izləyicilərimə. Belədir də, Azərbaycan olduğunu... Yox, sən açıqlama edin zəhmət. İş olayın. Ona görə. Bəli, Hüseyn bu arada talışdı.
Lankaran Borani bala. Alırsa saraya bırakın. Mənim sayəmdə keçsin. Yaxşı növbəsiz keçdik. Bəli. Pullu yerler var idi, orada pulsuz girdik. Bəli. Necə oldu? Situasiyanı da Onu deyən var danışdı. idi da burada. Heç də salam verdik. Salam verdik, özü başa düşdü. Özü başa düşdü. Özü başa düşdü. Güzel. Bəs edeyim. Ora qalıb. Pulsuzdur. Hə? Ayrı pul versin. Verək də ora. Ora da gedək salam verək, buraxalım. Euro. Nədir o məsciddir? Kilsə deyilsə. Ne bileyim. Belə gedirik indi dostlar. Gəlmişik yeməyə. Haradır bura qaqa? Suat üstü. Tantuni. Bəli, tantuni sifariş verdik. İndi tantunimizi yeyəcəyik. Nərman bəy bir də o şovdan bir də göstərin, izləyicilərini görsün. Oh. Əziz izləyicilərim, bu videoya yeməklə baxın, siz də yemək yeyə. Nuş olsun deyək. Başladı. Bəli dostlar, bu da yoğurtlu bizim tantunimiz. Tamam, bəs izləyicilərim aca bilər, baxın. Belə, yeməkdən sonra dərhal evə keçdik. Biraz hava almaq üçün İstiqlal Caddəsinə çıxdıq yenə. Ərman getdi evə, metro ilə getdi, yorğun idi. Mən isə ayaqla qayıdıram. Bugünlük də bu qədər. Sabaha olan planlarımı deyim. Yerevatan Sarnıcı, İstanbul Dijital Deneyim Müzesi və Miniatürk. Buraları getməyi düşünürəm. Adaları düyünlə alınmadı. Yəqin ki, bir günə qalacaq. Yəni 5 aprel'ə. Bu qədər izlədiyiniz üçün təşəkkür edirəm. O bir videoda görüşənə qədər hələlik.